Qlobal qeyri-müəyyənliklərin, siyasi qütbləşmə və regional qarşıdurmaların hökm sürdüyü bir vaxtda çox az dövlətlər var ki, eyni anda fərqli güc mərkəzləri tərəfindən qəbul edilir, böyük etibar qazanır. Azərbaycan buna unikal nümunədir. Azərbaycan liderinin təkcə ötən 2 həftə ərzində iştirak etdiyi zirvə görüşləri ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, qlobal proseslərdə artan rolunun göstəricisidir. Prezident İlham Əliyev əvvəlcə Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak etdi. BMT tribunasında Azərbaycan tarixinin yeni dövründən, regional reallıqlardan danışdı. Sülhün siyasi yollarla necə təmin olunduğunu bəyan etdi. Qarşı tərəflərin təşəbbüsləri əsasında aparıcı beynəlxalq şirkətlərlə mühüm görüşlər keçirdi. Daha sonra Azərbaycan lideri Avropa Siyasi Birliyinin sammitində iştirak üçün Kopenhagenə səfər etdi. Burada Avropa ölkələrinin rəhbərləri ilə görüşlər keçirdi. Birliyin zirvə görüşündə iştirak etdi. Bu, enerji və nəqliyyat məsələlərində Avropanın mühüm tərəfdaşı olan Azərbaycanın qoca qitənin regional təhlükəsizliyində oynadığı əhəmiyyətli rolun əyani sübutudur. Bugün rəsmi Bakı uğurlu beynəlxalq aktor kimi qəbul olunur. Xarici siyasət kursunda Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin genişləndirilməsini prioritet hesab edən Azərbaycan ötən həftə təşkilatın dövlət başçılarının zirvə görüşünə də uğurla ev sahibliyi etdi. Toplantıda Türk dövlətlərinin inteqrasiyasının yeni istiqamətləri müəyyənləşdirildi. Bu həftə isə Azərbaycan liderinin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Qahirədə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı xüsusi önəm daşıyır. Bu görüşdə Donald Trumpın İlham Əliyevin şəxsinə göstərdiyi diqqət Azərbaycanın artıq qlobal çəkili aktora çevrildiyinin göstəricisidir. Azərbaycan bugün regionda və qlobal miqyasda söz sahibi olan ölkəyə çevrilib və siyasi-iqtisadi aktor kimi öz mövqeyini sistemli şəkildə möhkəmləndirir. Bütün bunlar İlham Əliyevin uzun illər ardıcıl şəkildə formalaşdırdığı müstəqil qərar vermə mədəniyyətinə, sabit xarici siyasətinə, zərgər dəqiqliyi ilə nəticəyə hesablanmış diplomatik davranışına söykənir.